Putin heç vaxtı bağışlamır. Putinin kitabına bağışlamaq söhbət yazılmıyor. Yaxşı, sual ortaya çıxır. Niyə Araz Ağalarov bağışlayır? Niyə Emini bağışlayır? Yaxşı, İlhamın puludur, Eminin puludur. Dəxli yoxdur. 5 milyarda qədər Bakıda Sibrizə yatırım eləyib. Sibriz Özbəkistan tikir. Sibriz Mingəçevir tikir. Sibriz Lənkəran tikir. Axı niyə görə? Hələ çox mediada da yayımlandı ki, Rusiyadan sərvətini daşıyır Azərbaycana. Yaxşı, niyə bağışladı? İlham Əliyevdən Putin kimi qəddar adam yox idi. Putin heç kimi bağışlamayan Putin'i Araz Ağalarov Emini niyə bağışladı? Bu bir, bunu yadınızda saxlayın. İki, İlham Əliyevin qızını aldı, cüt-cüt doğuzdurdu, sonra qızını boşadı, sonra İlham Əliyevin yanında, hətta arvadının belə böyründə yer aldı Emin Ağalarov. Niyə bu qədər peysərliyi boynuna aldı İlham Əliyev? Nədir bu məsələ? Nə məsələdir? Bunun bir cavabı var. Bir həftə 10 gün bundan qabaq Epstein fayllarının dünyanın böyük Guardian kimi, BBC kimi media mərkəzlərində Epstein adalarına gedən uşaqlar Rusiyadan gedibdi və Emin Ağalarov və onun adamları daşıyıb ora. Baxın ha, İlhamın qızını boşadı. Müharibə çıxdı, aləm dəydi, yeni dünya düzəni, yeni güc, tək dünya, tək güc. Allah, İlham xəbərdardı bundan. İlham Əliyev dərhal neynədi? Emin Ağalarova təzdən qucaq açdı İlham Əliyev. İlham Əliyev bildi ki, dünyanın böyük güclərinin kasetini çəkən, o uşaqları daşıyan, kaset çəkən Yahudi lobbisi Emin Ağalarovdan istifadə edibdi. İlhamın ənində sonunda Eminə ehtiyacı olacaq. Sual ortaya çıxır. İlhama niyə dünya dillənmir? Dünyanın gücləri İlhama niyə dillənmirdi? Baxın, İlhamın sadəcə qələmi qırıldı haçan. Haçan qələmi qırıldı. İlham Əliyev bu sirlər, Epstein fayllar və digər sirləri İlham Əliyev ortaya çıxardanda İlhamın qələmini qırdılar. İlhamın ağzı çırıqdır. Aşpanın deputatları deyir ki, hədə bu Putinin yanına gedir, bizdən xəbərçilik eləyir. Bizə də yanımıza gəlir, Putinlə xəbərçilik eləyir. Bu nətər prezidentdir? Baxın, COP29 Azərbaycana veriləndə sırası nə dedim mən? Dedim ki, COP29 Azərbaycana verildi. Ya olmayacaq, keçirilməyəcək, ya da boykot olacaq. Dedim mi? Həmən ərəfədə 5 gün sonra dedimmi ki, Rockefeller ailəsi qələmini qırdı. Rockefeller ailəsinə ən yaxın ailə Soros ailəsi qələmini qırdı. Dedim mi mən bunları bircə-bircə? Dedim mi? İtaliyanın gəldi, o da Vatikanaz da yardım edir. Orada nəniz, bütün o kilsələri bunlar düzəldir deyə gəldi və incidi getdi. Erdoğan gəldi, bir dənə o da incidi getdi. CHP'li çağırmışdılar diye. Bundan əlavə də Pakistan gəldi, 50 dənə metallom təyyarə almışdı. Ona görə mən də olsam gələrdim. Başqa özünü tanıyan bir dənə ölkə gəldi mi? Gördünüz mü COP29'da? Çünki İlhamın qələmi qırılmışdır. İran nə qədər Rusiyaya yardım eləyibdir? Bu savaşdan bəri. İranın ən çox yardım eləyən İrandır Rusiyaya. Onun hamısını yığsaq bir yerə heç 10 milyard dollarlıq eləmir. Amma təhcə İlham Əliyevin Koral Enerjisi bir il, bir neçə ay vaxt ərzində, bir ildən artıq vaxt ərzində 175 milyard Rusiya neftini, qazını satıb Rusiyaya xeyir veribdir. Koral Enerji üzə çıxan kimi kölgə donanması yaratdılar və başqa şeylər yaratdılar. Baxın, Belarusiya Rusiyaya heç bir xeyir verməyib. Ancaq Lukashenko kabadayıdır. Putinlə almaqla məşğuldur. Lukashenko al gülümdür, ver gülüm deyil. Lukashenkoya gör nə boyda sanksiyalar veriblər. Amma Rusiyanı ayaqda saxlayan, Putinə savaş pulu verən, Putini ayaqda saxlayan, onun neftini, qazını satan, kara yolundan, dəniz yolundan, hava yolundan sanksiyalar dələn yeganə adam İlham Əliyevdir. Niyə İlham Əliyevə heç nə verilmir? Niyə? Niyə İlham Əliyevə cəza verilmir? Niyə İlham Əliyevin hər şeyi Avropa görməzdən gəlir? Hər şeyi görməzdən gəlir. Dünyanın hansı rəhbəri İlham Əliyev qədər Rusiya kömək eləsəydi anasını ağladardılar. Amma niyə İlham Əliyevin anasını ağlatmırlar? Çünki İlham Əliyev Yahudi lobbisinin dəstəyini alır. O Yahudi lobbisinin ki, Emin Ağalarov, Araz Ağalarovdan istifadə eləyərək, Epstein'ə Rus qızlarını, oğlanlarını göndərərək bütün prezidentlərin kasetini çəkiblər. Yəni, bütün deyəndə İlham Əliyev kimi, Trump kimi, nə bilim belə də bəzi prezidentlərin kasetini çəkiblər. Ona görə İlham Əliyevə heç kim sanksiya verə bilmir. Ona görə bata bilmirlər. Ona görə deyirlər ki, Erdoğanla İsrailin arasını İlham Əliyev düzəldəcək. Ona görə deyirlər. Fikir verirsinizmi dəyərli vətənlər? Qardaş, Amerikada artıq Emin Ağalarovun adı hallanır, Britaniyada. Uşaqları o daşıyıb. Demək ki, o daşıyıb Yahudi lobbisinə əlbir olub, o çəkibdi. Trump'ın adı hallanırsa, Trump və Amerikan prezidenti İsraili üzən gəmi adlandırıbsa, Amerikan başına gələnlərin çoxsunun kaseti çəkilib gəlibdir. Və ona görə də İlham Əliyev Yahudi lobbisi gözdür. Və bu sirləri də İlham Əliyev yayıbdır. Ona görə dünyanı idarə edən hörmətli böyük ailələr İlham Əliyevin qələmini qırıbdır. Vəssalam. İlham Əliyev 2015-ci ilə qədər babat işləyirdi. Xalqın içinə girməyə çalışırdı. Baxırsınız, diqqət eləyin. 2015-ci ildən sonra devalvasiya oldu. Yadınızdadır da, hələ deyilmi? Onda Britaniya və Yahudi lobbisi dedi ki,
İndiyə kimi neynədin? Bu sözü Erdogana da deyiblər. İndən sonra biz deyən eləyəcəksən. Ondan sonra İlham Əliyevi, daha doğrusu ona kimi zaten bir pox yiyə bilmirdi, bacarığı yox idi. Amma bütün hallarda yenə də biraz babat idi. İndikinə baxanda. Ondan sonra İlham Əliyev tamamilə döndərdilər. Bax sizə bu qədər subutlar çəkirəm. Bu qədər subutlar qoyuram. Necə yəni? Putin qəpiyə güllə atır. Emin Ağalarov milyardolar yatırım eləyir. 5 milyard bura, 5 milyard Özbəkistana. Putin səssiz qalır. Ay kişi, Putin də kasetini çəkiblər. Ay qardaş, deyirəm sizə, artıq dünyanın böyük medialarında Emin Ağalarov, Araz Ağalarov adı hallanır. Emini ona görə populyarlaşdırırlar. Eminin heç bir performansı yoxdur. Sadəcə puldan basıb, hansısa lobbilər puldan basıb populyarlaşdırıblar ki, o yenə deyirəm də 10 milyon bizdə Şəbnəmi kim çox istəyir? Ən çox istəyən kimdir? Özünü tanıyan başı bəlada olan 8-ci sinif qızları, 9, 10, 11-ci sinif qızları, Şəbnəm, o belə özünü yadınızda Küçük Əmrah gəlmişdi ha. Mən bakirəliyimi sənə verirəm. Əmirah Mahsun da gəlmişdi. Mahsun rədd elədi, amma Əmrah deyirlər bir-iki qızla yatırmış o vaxtı. Hər nəysə. Canlarım, ciyərlərim, bu qədər subutlar qoyuram, bu qədər məntiqi əsaslar qoyuram. Bax, dünya niyə İlham Əliyevi cəzalandırmayıb? Çünki İlhamın arxasında Emin durubdu. Araz Ağalarov durubdu. Yahudi lobbisinin qız daşıyanları, Epstein adalarına qız daşıyanlar. Ona görə onlar müdafiə edir.